Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə yenidən qarşınızdayım. Deməli, ötən gün tragikomik bir hadisə baş verib. Bilmirsən güləsən, ya ağlayasan. Belə ki, Daxili İşlər Naziri Qarabağ-Chelsea futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi üçün əməliyyat keçirib. Biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə və qara bazarda dəyərindən artıq qiymətə satmaq istəyən 5 nəfər kiberpolis tərəfindən saxlanılıb. Deyəcəksiniz, axı, burada nə var, gülməli ya da ağlamalı, amma var, diqqətlə qulaq asın. Baku TV ötən gün rəsmi satışda oyuna biletlərin qalmaması, amma qara bazarda biletlərin əlçatan olması və dəyərindən dəfələrlə baha qiyməti satılması ilə bağlı reportaj hazırlayıb. Reportaj üçün çəkiliş qrupu gedib, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına stadion yaxınlığına və bilet ala bilməyən vətəndaşların fikirlərini öyrənib. Müsahiblər arasında Rəşad Həsənov adlı bu şəxs də olub. O da müsahibəsində bildirib ki, maça bilet almağa çalışsa da səhərləri uğursuz olub. Axşam isə həmin bu gözünə döndüyüm Rəşad kiberpolis tərəfindən saxlanılanlar arasında olub. Heç demə, elə bu özü qara bazarda bilet satmaqla məşğuldur. İndi buna bilmirsən güləsən, ya halına ağlayasan. Bax, denən sənə lazım idi ağıllı çıxıb müsahibə vermək. Bəlkə də sənin ətrafından başqa səni heç kim tanımayacaqdı. Amma indi səni artıq aləm tanıyır, məşhur adam, qəhrəman, dırnaqarası qəhrəman. Nəysə əziz izləyicilər, hadisənin süjeti mənə maraqlı gəldi deyə istədim sizinlə də bölüşüm. Siz də bu videonu bəyənib bölüşün ki, daha çox insan bunu izləyə bilsin. Bu tragikomik hadisə barədə fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı və videonu bəyənib paylaşmağı da unutmayın. Özünüzü sözləmələr əslində isə əməlində şeytan olan bu cür insanlardan qoruyun.